Ay müəllim, bizim uşaq oxumur ki, oxumur. Bu cümlədə ki nədir? Bu haqqda danışacağıq. Ki'nin işlənmə məqamını xatırlayaq. Ki aydınlaşdırma bağlayıcıdır və bu aydınlaşdırma adı ona boşuna verilməyib. Burada bir aydınlaşdırma məzmunu var. Gəlin bu cümlələrə baxaq. Dedim ki, gəl. Bax, dedim ki, gəl. Yəni mən nəyi dedim? Aydınlaşdırmağa çalışır. Görə bu nə deyib mənə? İkinci cümlədə çalışır ki, bax, niyə çalışır? Çox qazansın deyə. Yəni niyəsi aydınlaşdırmasını verməlisən ki, niyə görə çalışır? Məlum oldu ki, indi aydınlaşdır görək nə məlum oldu? Məlum oldu ki, gecdir. Yəni ki bağlayıcı işlənmə məqamında mütləq nə isə aydınlaşdırmalıdır. Biz bilirik ki, bəli, cümlə ortasında ki gəlib, özündən sonra vergül qoyulursa, bu bağlayıcıdır. Hətta vergül ixtisarda olsa belə özündən əvvəl çox zaman cümlə ortasına gələn kidən əvvəl xəbər vəzifəsində olan söz olur. Yəni bu nümunələr onun bağlayıcı olduğunu göstərir. Amma aydınlaşdırma məzmununu biz burada unutmamalıyıq. Hansı ki oxumur ki, oxumur cümləsində oxumur ki, indi aydınlaşdıraq, oxumur. Burada oxumur sözü, oxumur ki'nin nəyini aydınlaşdırır? Heç bir tərəfini. Demək ki, burada aydınlaşdırma bağlayıcısı deyil. Bəs nədir? Rəylərdə öz fikirlərinizi yazın. Növbəti videolarda buna bir cavab yazacağım.